Salam əziz dinləyicilər. Bu günlər sizə fizika 7-ci sinif 2-ci hissədən gərginlik mövzusunu izah edəcəyəm. Gəlin başlayaq. Əvvəlcə qabdan axan suların sürətlərini, daha sonra dövrədəki lampaların parlaqlığını müqayisə edin. Deməli, qabdan axan suyun kinetik enerjisi ilə qabdakı su səviyyəsi arasında hansı əlaqə var? Bunlar suyun səviyyəsi çox olan qabda suyun kinetik enerjisi çoxdur. Növbəti ikinciyə baxırıq. Lampanın hansı halda daha çox işıq enerjisini şüalandırır? Deməli, birinci A variantında olan lampa daha çox enerji şüalandırar. Səbəbi isə ardıcıl birləşmədir. Yəni, ardıcıl birləşmədən daha çox enerji əldə olunmasıdır. Növbəti sual, suyun hündürlüyü ilə qalvanik elementlərin sayı arasında hansı uyğunluq var? Su sütunun hündürlüyü çox olan qabda daha çox potensial enerjiyə malik olur. Ardıcıl birləşilən qalvanik elementlər nə qədər çox olarsa, orada da daha çox enerji əldə edilir. Təbiət dərsindən öyrənmisiniz ki, metal naqildə elektronların nizamlı hərəkəti üçün lazım olan enerji cərəyan mənbəyi təmin edir. Lampadan cərəyan keçərkən elektronlar spiraldakı ionlarla toqquşur, onlara enerji verir. Bunun nəticəsində lampanın spiralları qızır və közərərək işıq saçır. Lampada elektronların mənbədən aldığı enerji istilik və işıq enerjisinə çevrilir. Mənbə elektronlara enerji verməsə, onların nizamlı hərəkəti dayanar və dövrədən cərəyan keçmədiyi üçün lampa sönər. Enerji mənbəyi yüklərə verdiyi enerji miqdarını müəyyən etmək üçün gərginlik adlanan fiziki əməliyyatlardan istifadə olunur. Gərginlik U bərabərdir W bölü Q ilə düsturundan müəyyən olunur. Burada U gərginlik, Q yük, W isə mənbənin yükę verdiyi enerjinin miqdarıdır. Gərginlik skalar cəmiyyətdir. BC-də vahidi volt adlandırılmışdır. U bərabərdir W bölü Q, o da bərabərdir Joule bölü Coulomb, o da bərabərdir volt. Deməli, gərginlik mənbənin hər bir kulon yükę verdiyi enerjini ifadə edir. Gərginlik artdıqca cərəyan mənbəyinin yüklərə verdiyi enerji də artır. Gündəlik fəaliyyətimizdə istifadə etdiyimiz cərəyan mənbəyinin üzərində onların gərginlikləri göstərilir. Məsələn, cərəyan mənbəyinin üzərində 1.5 volt yazısı olan onun 1 kulon yükę 1.5 joule enerji verdiyini bildirir. Cərəyan mənbələri ardıcıl birləşdikdə onların gərginlikləri toplanır. 4 ədəd 1.5 volt gərginliyi olan cərəyan mənbəyi ardıcıl birləşdirilərsə, 1 kulon yükę 6 joule enerji verər. Bu da şəkildə qeyd olunmuşdur. Məsələ həlli. Sxemdə dövrədəki mənbənin gərginliyi 3 volt, ampermetrin göstərişi 2 amper olarsa, lampaya hər saniyədə neçə joule enerji verilər. Burada verilənləri yazırıq və düsturlarımızı qeyd edirik. Verilənlər I bərabərdir 2 amper, U bərabərdir 3 volt və hər saniyədə dediyi üçün T bərabərdir 1 saniyə, W-nu axtarırıq, tapmalıyıq. Düsturlar I bərabərdir Q bölü T-dən Q-nu tapırıq. Sonra U bərabərdir W bölü Q-dən W bərabərdir Q-U yazıb, orada yerinə yazırıq. Gərginliyin ölçülməsi. Gərginliyi ölçmək üçün voltmetrdən istifadə olunur. Voltmetr dövr elementinə paralel birləşdirilir. Bu zaman voltmetr müsbət çıxıcı cərəyan mənbəyinin müsbət qütbünə, mənfi çıxıcı isə mənfi qütb tərəfinə birləşdirilir. Lampanın fəaliyyətə baxırıq. Lampanın parlaqlığı niyə dəyişdi? Ləvazimat, 2 ədəd qalvanik element, birləşdirici naqillər, açar lampa, voltmetr. İşin gedişi cədvəl və sxemi dəftərinizdə çəkin. Sxema əsasən elektrik dövrəsi yığın. Açarı qapayıb lampanın parlaqlığını müşahidə edin. Voltmetrin göstərişini qeyd edin. Açarı açın və ikinci qalvanik elementi əvvəlki ilə ardıcıl birləşdirin. Açarı yenidən qapayıb lampanın parlaqlığını müşahidə edin və voltmetrin göstəricisini təkrar qeyd edin. Müzakirə. Birinci suala baxaq. Hansı halda lampa daha parlaq yanar? Əvvəlcə bir dənə deməli qalvanik element birləşdirmişdir. Daha sonra, orada suala fikir versəz, indicə dedi ki, daha sonra ikinci qalvanik elementi əvvəlki ilə ardıcıl birləşdirin. İkinci qalvanik elementi əvvəlki ilə ardıcıl birləşdirmədə biz dedik daha çox enerji əldə olunur. Ona görə də ikinci halda lampa daha parlaq yanacaq. Sonra ikinci sual. Birinci və ikinci halda lampanın parlaqlığının fərqli olmasının səbəbini izah edin. Deməli, birinci halda dedik, bir dənə qalvanik element vardı. İkinci halda isə ardıcıl birləşdirilmiş 2 qalvanik element olduğuna görə ardıcıl birləşmədə daha çox enerji əldə olunduğu üçün
Səbəbi ardıcıl birləşmədir. Düşün, müzakirə et, paylaş. Sizcə cəryan mənbəyinin elektrik yüklərinə verdiyi enerji nəyə sərf olunur? Cəryan mənbəyinin elektrik yüklərinə verdiyi enerji işlədicilərə ötürülür və işlədicilərdə müəyyən başqa növ enerjiyə çevrilir. Məsələn, tutaq ki, evdə istifadə elədiyimiz feni deyək, fen elektrik enerjisini istilik enerjisinə çevirir. Bununla da enerji yaradır. Yəni, biz cəryan mənbəyinin elektrik yüklərinə verdiyi enerji bir növ başqa növ enerjiyə çevrilir. Və yaxud da lampanın enerjisi, elektrik enerjisini işıq enerjisinə çevirir lampada. Sonra öyrəndiklərinizi tətbiq edin. Nigar elektrik mərcini istifadə edərək sərinkeş hazırladı. Sərinkeş 20 voltluq cəryan mənbəyinə qoşulduqda dövrədə cəryan şiddəti 500 mA oldu. 10 saniyədə elektrik mühərrikinə verilən elektrik enerjisinin miqdarını hesablayın. Əvvəlcə verilənləri yazırıq. O bərabərdir 20 volt, I bərabərdir cəryan şiddəti 500 mA, 10 saniyə, T bərabərdir 10 saniyə, W bərabərdir sual. W soruşur, əvvəlcə Q bərabərdir yükü tapaq, Q bərabərdir IT-yə. Deməli, IT 500 mA çevirmə aparaq, 0,5 amper. 0,5 amperi ona vuruq, hesablayırıq Q-nü. Sonra W bərabərdir QU. QU düsturundansa yerinə qoyub hesablayırıq. İkinci tapşırığa baxırıq. Azər, Nigar və Leyla cəryan mənbəyinin və lampanın uclarındakı gərginliyi ölçmək üçün şəkildəki sxemə uyğun elektrik dövrəsi yığdılar. Azərin yığdığı dövrənin sxemi birincidir, Nigarınki. Azərin yığdığı, görə indi suallarda nə deyir və Leylanın yığdığı. Üçü də verilib şəkillərdə. A variantının sualı, hansı şagirdin yığdığı dövrədə voltmetr yanlış bağlanılıb? Baxırıq, biz dedik ki, voltmetr dövrəyə necə birləşdirilir? Ardıcıl. A variantında gərginliyin cəryan mənbəyini, daha doğrusu voltmetr cəryan mənbəyini ölçür. B variantında voltmetr lampanın gərginliyini ölçür. Leylanın yığdığında isə voltmetr ardıcıl birləşib. Biz demişdik, voltmetr dövrəyə paralel birləşilib. Deməli, Leylanın yığdığı dövrə səhvdir, yanlış bağlanıb. B variantına deyir, voltmetrin yanlış bağlandığı dövrədə hansı dəyişiklik edilməlidir? Deməli, onda Azərin yığdığı və yaxud da Nigarın yığdığı kimi yığsa daha dəqiq olar. Yəni, ya 2 dənə burada hissə var, ya cəryan mənbəyinin gərginliyini ölçməlidir voltmetr, yaxud da lampanın gərginliyini ölçməlidir voltmetr. Ona görə bu ikisi kimi Azərin və Nigarın yığdığı kimi Leyla yığsaydı düzgün olardı. C variantına düzgün yığılan dövrədəki voltmetrlərin göstəriciləri eyni yoxsa fərqlidir? Eynidir. Eyni olacaq. Çünki sadəcə bir lampa var da. Bir lampa olduğuna görə ikisində də ancaq işlədici lampadır. Ona görə də bir lampa olduğuna görə dövrədəki voltmetrlərin göstəriciləri eyni olacaq. Öyrəndiklərinizi yoxlayın. Gərginliklə bağlı hansı ifadələr doğrudur? Birinci oxuruq. BSD vahidi voltdur. Bəli, gərginliyin BSD vahidi voltdur. İkinci, BSD vahidi amperdir. Bu cəryan şiddətidir. Üçüncü, voltmetrlə ölçülür. Bəli, gərginlik voltmetrlə ölçülür. Dördüncü, ampermetrlə ölçülür. Xeyr, bu cəryan şiddətidir. Beşinci, vektorial kəmiyyətdir. Xeyr, vektorial kəmiyyət deyil. Skalyar kəmiyyətdir. Bəli, gərginlik skalyar kəmiyyətdir. Deməli oldu 1, 3 və 6. 1, 3, 6. Keçid ikinci tapşırığa. Azər yığdığı dövrədə yanlışlığa yol verdi. Dövrə yığıb, dövrədə yanlışlığa yol verib. Azərin səhvi nədədir? B variant. Azərin səhvi nədədir? Azər baxırıq ki, dövrəsində düzgün yığmayıb ümumiyyətlə dövrəni. Biz demişdik, cəryan mənbəyi dövrəyə ardıcıl birləşir. Gərginlik isə dövrəyə paralel birləşir. Amma bu tərsinə, cəryan mənbəyini paralel,
Gərginlik isə ardıcıl birləşdirilib. Yerlərini səhv birləşdirib. B variantına baxırıq. Lampadakı gərginlik və ondan keçən cərəyan şiddətini ölçmək üçün nə etmək lazımdır? Lampadakı gərginliyi və ondan keçən cərəyan şiddətini ölçmək üçün bu dövrədə voltmetrlə ampermetrin yerini dəyişmək lazımdır. Yerini dəyişsək, onda düzgün olar dövrəmiz. C variantı voltmetri dövrəyə qoşarkən nəyi nəzərə almaq lazımdır? Voltmetri dövrəyə qoşarkən mütləq dövrəyə paralel qoşulmağını nəzərə almaq lazımdır. Üçüncü tapşırığa baxırıq. Şəkildəki cərəyan mənbələri dövrəyə qoşulduqda hər bir kulun yükə nə qədər enerji verər? Deməli, biz dedik W bərabərdir Q U. Bu da Q 1 kulundur deyir. Q 1 kulundursa W bərabərdir U-ya. Deməli, 6 birincidə A variantında 6 joule, B variantında isə 12 volt olanda isə 12 joule enerji verər. Dördüncü tapşırığa baxırıq. Leyla 2 eyni lampadan istifadə edərək şəkildəki kimi dövrə qurdu. Baxırıq, birinci dövrə və ikinci dövrə. Birinci dövrədə bir dənə qalvanik element, ikinci dövrədə isə ardıcıl olaraq 2 dənə qalvanik element birləşir. İndi oxuyuruq sualları. A variantı. Sizcə Leyla dövrəyə bir batareya daha əlavə etməklə nəyi müəyyən etmək istədi? Leyla lampanın, yəni daha çox enerji yarandığını, lampanın daha çox parlaq yandığını müəyyən etmək istədi. Ardıcıl birləşmədə daha çox enerji əldə olunmasını müəyyən etmək istədi. B variantı. Leyla açarı qapadıqda hansı lampa daha parlaq yanar? Təbii ki, ikinci lampa daha parlaq yanar. Çünki ardıcıl birləşmədə daha çox enerji əldə olunur. Bu qədər uşaqlar. Sağ olun, bəyənməyi, abunə olmağı unutmayın.